Ermənistanda etiraz aksiyaları davam edir. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar İrəvanın müxtəlif küçə və prospektlərində barikadalar qurublar. Ən gərgin vəziyyət Kiyev körpüsü kimi tanınan İrəvan-Göyçə magistral yolunda qeydə alınıb. Nümayişçilər yük maşınları ilə körpünün girişində barikadalar quraraq hərəkəti tam məhdudlaşdırıblar. Körpü bir çox inzibati binaların, o cümlədən hökumət binasının yerləşdiyi Vaqramyan prospektinə yaxın ərazidədir. Elə toqquşmalar da baş nazir Nikol Paşinyanın hökumət binasına gəldiyi ərəfədə baş verib. Əraziyə xüsusi təyinatlı polis dəstələri cəlb edilib. Əmrə tabe olmayan etirazçılarla polis arasında toqquşma olub. Onlarla nümayişçi saxlanılıb. Müxalif qüvvələrin bir qrupu İrəvanın Kanaker, Zeytun kimi tanınan yaşayış masivində sakinləri küçəyə çıxmağa dəvət ediblər. Xatırladaq ki, nümayişçilərin əsas təşkilatçıları Daşneftin, Hayastan kimi partiya və fraksiyaların üzvləridir.